Huşə 10-cu fəsil. İsrail bir qollu budaqlı meynədir ki, bol-bol bar gətirir. Amma barı artdıqca qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca daha gözəl olan müqəddəs daşları da düzəltdi. Onların ürəkləri yalanla doldu. Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq. Müqəddəs daşlarını sındıracaq. Onda onlar deyəcək, bizim padşahımız yoxdur. Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da bizə neynəyəcəkdi? Əhd bağlayanda boş vədlər verir, yalandan and içirlər. Buna görə də məhkəmə işləri şumlanmış tarladakı zəhərli ot kimi böyüyür. Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun cəlalı ilə coşan kahinləri sürgünə aparıldığı üçün ağlayacaq. Büt özü Aşşura, böyük padşaha hədiyyə aparılacaq. Efraim biabır olacaq. İsrail aldığı məsləhətdən utanacaq. Samariya və onun padşahı su üstündəki çubuq kimi axıb gedəcək. İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq. Onun qurbangahlarında tikan və qanqal bitəcək. O zaman dağlara, bizi örtün, təpələrə, üstümüzə yıxılın, deyəcəklər. İsrail Giveyada keçirdiyi günlərdən bəri günah elədi. Orada öz işlərini davam elətdirdilər. Şər adamlara qarşı müharibə onları Giveyada yaxalamazmı? Mən istədiyim zaman onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib iki qat cinayətlərindən ötürü onları əsir eləyəcək. Efraim əhəlləşmiş, taxıl döyməyə sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efraimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqubsa dırmıq çəksin. Özünüz üçün salihlik əkin, məhəbbət bəhərini biçərsiz. Dincə qoyulmuş torpağınızı şumlayın, çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət o gəlib üstünüzə salihliyin nemətlərini yağdıracaq. Amma siz pislik əkib qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, çoxlu cəngavərlərinizə güvəndiniz. Xalqınızın içində müharibə gürültüsü qopacaq. Bütün qalalarınız dağılacaq. Necə ki, Şalman müharibə günündə Bet-Arbeli dağıtdı. Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı. Ey Bet-El, pisliyinin çoxluğu üzündən sənlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq.